Qar gəlir. Bakı və rayonlar ağ örtüyə bükülə bilər. Şaxta və buzlanma xəbərdarlığı. Yanvarın 18-i də Bakı və Abşeron yarımadasında qış özünü tam göstərəcək. Bəzi şəhər ətrafı ərazilərdə qar və sulu qar, ayrı-ayrı yerlərdə isə yağıntının intensivləşməsi proqnozlaşdırılır. Axşam saatlarına doğru qar tədricən zəifləsə də, soyuq hava və buzlanma riski qalacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək, bu isə soyuq hissini daha da artıracaq. Havanın temperaturu gecə 0,3 dərəcə isti, gündüz isə 3,6 dərəcə isti olacaq. Regionlarda isə vəziyyət daha sərt olacaq. Dağlıq və dağətəyi rayonlarda qar əsas yağıntı növü olacaq. Bəzi ərazilərdə güclü qar yağışı ehtimal olunur. Gecə saatlarında temperatur 5-10 dərəcə şaxtaya, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxtaya qədər enəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlaması, nəqliyyatda çətinliklər və görünüş məsafəsinin azalması gözlənilir. Sürücülərə və piyadalara maksimum ehtiyatlı olmaq tövsiyə olunur.